Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə sürət məsələlərinə bağlı suallar və onların izahını göstərəcəm. Təbii ki, sürət məsələləri seriyamız davam edəcək. Bu bizim birinci, yəni bu il üçün olan ilk videolarımızdandır. Videomuzu bəyənin, paylaşın, kanala abunə olun ki, digər sürət məsələlərindən də öyrənəsiniz. Ən rahatdan ən çətinə doğru bütün tiplərlə bir yerdə baxmış olacağıq. Birinci sualımız. Eyni zamanda iki məntəqədən qarşı-qarşıya iki avtomobil yola düşdü. Avtomobillərdən birinin sürəti 75 km/saat, digərinin sürəti isə 65 km/saatdır. 3 saat 30 dəqiqədən sonra avtomobillər görüşürsə, məntəqələr arasında məsafə nə qədərdir? Yadınızda saxlayın, qarşı-qarşıya hərəkət olduğuna görə bunların sürətləri toplanmalıdır. Yəni V1 ilə V2 mütləq toplanıb, sonra zamana vurmaq lazımdır. Bu sual 2022-ci ilin imtahana düşmüş sual tiplərindəndir. Bunun iki yolu var. 1. Onluq kəsiri bilənlər üçün yol. 2. Onluq kəsiri bilməyənlər üçün bir yol. Başlayaq. Biz qayda bilməliyik ki, sürət məsələlərində əgər qarşı-qarşıya hərəkətsə, sürətlər toplanılacaq və zamana vurulacaq. İndi burada bizə zaman verilib 3 saat 30 dəqiqə. 3 saat 30 dəqiqəni onluq kəsirə çevirməyi bilirsinizsə, İşiniz biraz rahat olacaq. Mən iki yolun ikisini də göstərəcəm. 3 saat ilə 3 saatdır. 30 dəqiqəni onluq kəsə çevirmək üçün 30-u 60-a bölürük. Eləyir, ixtisar gedir, yuxarı aşağı bölürük hər ikisini. Eləyir 2-də 1. 2-də 1 də 0.5 deməkdir. Kalkulyatorla 1-i 2-yə bölərək 0.5 yaza bilərsiniz. Və yaxud müəllim, mənim onluq kəsirdə problemim var deyirsinizsə, problem yoxdur, narahat olmayın. Birbaşa 30-u, elə 30-un özün 60-a bölərək də 0.5-i kalkulyatorda görə bilərsiniz. Yəni 3 saat 30 dəqiqə 3,5 deməkdir. 3,5. Və sualımızın cavabı hazırdır. 75 ilə neyniyəcəyik? 65-i toplayacağıq və 3,5-ə vuracağıq. Bilirsiniz ki, 75 ilə 65-i toplayanda 140 edir. 3,5-ə vuranda da vuraq bunu 3,5-ə 490 etmiş olur. Yəni doğru cavabımız E variantıdır. Bu birinci yolumuz. Təbii ki, proqram bitəndən sonra hər kəs artıq onluq kəsiri çevirməyi bacaracaq. Ona bir sözümüz yox. Amma hələ təzə-təzə başlamısınızsa və bu üsulu bilmirsinizsə, dədə-baba qaydamız var. Nədir dədə-baba qayda? 75 ilə 65-in cəmi, yəni qarşı-qarşıya hərəkət olduğuna görə bunları toplamalıyıq. Və topladıq. 75 ilə 65-in cəmi 140 km/saatdır. Məntiqi başa düşməlisən ki, bu iki maşın İkisi birlikdə üz-üzə gəldiyinə görə bunların bir-birinə yaxınlaşma sürəti saatda 140-dır. Yəni bunlar 1 saata 140 kilometr yol qədər bir-birinə yaxınlaşa bilirlər. Əgər bunlar 1 saata 140 kilometr yol qət edirlərsə, indi sən tap görün, bəs 3 saat 30 dəqiqəyə nə qədər yol qət edib çatarlar bir-birinə? Yəni buna biz tənasüb üsulu deyirik. Birinci sətir bildiyimiz isə, mən bilirəm ki, 1 saata 140 gedirlər. Bəs 3 saat 30 dəqiqəyə nə qədər gedirlər? Təbii ki, x qədər gedirlər və bunu çarpaz vurma üsulundan istifadə edəcəm. 1 saatımızı dəqiqəyə çevirirəm, 60 dəqiqə. Nə üçün müəllim dəqiqəyə çevirdiniz? Çünki biri saat dəqiqə ola bilməz. İkisi də eyni şey olmalıdır. 1 saatı da dəqiqəyə çevirdim, 3 saat 30 dəqiqəni də dəqiqəyə çevirdim. Bilirsiniz də 1 saatımız 60 dəqiqədirsə, 3 saatımız 3 vur 60, üstəgəl 30. Yəni 210 dəqiqədir. Bunu da çarpaz bir-birinə vuracam. 60 vur x bərabərdir 140 vurulsun 210. X də bərabərdir 140-ı vururam 210-a, bölürəm 60-a. Daha hesablamıram, birbaşa 490 cavabını almış oluram. İki üsul var. Ya düsturda yerinə qoy, hesabla, ya da tənasübü qur, hesabla. İkisi də doğrudur. İkisini də yazmaq olar. Əgər bazanız biraz zəifdirsə, bu üsulu məsləhət bilirəm, sağdakı üsulu. Yox, əgər kəsirlərlə heç probleminiz yoxdursa, birinci üsulda sizin üçün yararlıdır. Keçək növbəti sualımıza. İkinci sual. Bu arada dərslərimizə qoşulmaq üçün 055 527 2599 WhatsApp nömrəmizə yaza bilərsiniz. Həmçinin kitablarımızı bütün kitab mağazalarından əldə edərək bu tipli sualları, imtahana düşmüş bütün qəbul sual tiplərini FES-in kitablarından işləyərək öyrənə bilərsiniz. İki avtomobil eyni zamanda qarşı-qarşıya yola düşdü. Birinin sürəti 68, ikincinin sürəti 82, 2 saat 48 dəqiqədən sonra görüşdülər. Burada kəsir üsulu bəzi müdavimlərə çətin gəlir. Niyə? Çünki bunu kəsirə çevirməkdə çətinlik çəkirlər. Ona görə birinci tənasübü göstərəcəm. Yəni bu sualda bazası olmayan müdavimə məsləhətim budur. Qarşı-qarşıya hərəkətdirsə, sürətləri topla.
Sürətləri topladım. 68 + 28. 0 yazdım, 1 yatdı. 14, 150 kilometr böl saat. Və bilirəm ki, 150 kilometr böl saat 1 saata 150 kilometr gedir deməkdir. 1 saata 150 kilometr gedirsə, bəs 2 saat 48 dəqiqəyə nə qədər yol gedər? Bax, mənim tənasübüm belə oldu. İndi bayaqki kimi 1 saatı çevirəcəm 60 dəqiqəyə. 1 saatımız 60 dəqiqədir. Əla. 2 saat 48 dəqiqəni də 2-ni 60-a vurub üzərinə 48 gələcəm. Bir daha deyirəm, 2-ni 60-a vurub üzərinə 48-i gələcəm. Bu da 168 dəqiqə. Qutardı. Yenə çarpaz bir-birinə vururam. 60-ı vurdum x-a, 150-ni vuracam 168-ə. X-da tapmaq üçün 150-ni 168-ə vurub 60-a böləcəm. Bunu da mən eləmirəm, kalkulyator eləyir. 150-ni 168-ə vuranda 25200 bölünsün 60, 420. Cavabımız oldu B variantı. Sizə məsləhət bildiyim üsul bu üsuldur, tənasüb üsulu. Yox, müəllim, mən kəsirləri bilirəm, özüm yazacam deyirsinizsə, əla. O zaman get düsturla 68 üstə gəl 82 yaz, yəni bu ikisini topla. Vurulsun, zamanın da 2 saat 48 dəqiqəni də 60-da 48 yazacaqsan. Yəni bunu belə yazma səbəbimiz odur ki, 60 dəqiqə 1 saatdır deyə bunu mütləq 60-da 48 yazarsan. Əgər bu onluq kəsrə çevrilirsə, yoxluyursan, kalkulyatorla 48-i 60-a böl. 0.8 eləyir. Hə, yazırsan 2,8. Yəni 2,8. 2,8. Bərabər. Yox, çevrilməsə eləməsən 60-da tutaq ki, deyirəm də indi olsun neçə olsun? 60-dan 17 olsun. Çevrilmirsə də olduğu kimi qalacaq və kəsir kimi vurub açacaqsan. Yəni bu üsulda biraz kəsir hesablaması mütləq bilməlisən, bu vacibdir. Getdik 62 üstə gəl 82 144 vur 2.8. Deməli bir daha eləyək 68 düzdür. 68 üstə gəl 82 150 vur 2.8 420. Yəni nə edirsən elə cavab dəyişmir. Bu üsulla da, bu üsulla da. Hər iki üsulla cavab eynidir. Üçüncü sualımız, eyni zamanda iki məntəqədən qarşı-qarşıya iki qatar yola düşdü. Birinci qatarın sürəti 120, ikincinin sürəti 170-dir. 4 saat 24 dəqiqədən sonra görüşərlərsə, məntəqələr arasında məsafə nə qədərdir? Eyni sual, eyni qayda, heç bir fərqi yoxdur. Yəni, tənasüb üsulda doğrudur, o bir üsulda. Getdik. 120 ilə 170-i topladım. Bərabərdir 0, 9, 2. 290 kilometr böl saat. Deyirəm, 1 saata əgər 290 kilometr yol gedirsə, bəs 4 saat 24 dəqiqəyə nə qədər yol gedər? 1 saatımız 60 dəqiqədir. Yazdım bura 60 dəqiqədə 290-dırsa, 4 saatı 4'ü vurdum 60'a, üzərinə gəldim 24. 264 dəqiqə eləyir. Bunu çevirməyi bilirsiniz də, yəqin saat məsələlərini keçmişik. Açıb kanalımızda da baxa bilərsiniz. 264 dəqiqədə x-dir. Çarpaz vuram 60 vur x bərabər 290 vurulsun 264. X də bərabər 290'ı vurdum 264'ə böldüm 60'ı. Görək başımıza nə gəlir? 290 vurulsun 264 bölünsün 60. 1276. Yəni B variantı bizim doğru cavabımızdır. Müəllim, digər üsul 120 ilə 170'i toplayırsınız, vurursunuz 4 saat 24 dəqiqəyə. 4 saat bildiyi 4 saatdır. Bəs 24 dəqiqə nədir? 24'ü 60'a kalkulyatorla bölün. Kalkulyatorla 0.4 eləyir. Yəni 4,4 deməkdir bu. 4 var, bir də 0.4 yanında 4,4. Bərabərdir. Yenə vurub açanda 1276 B variantı bizim doğru cavabımızdır. Yəni nə edirsə eləyin, bütün hallarda sualın cavabını düzgün ala biləcəksiniz. Dördüncü sual tipimizə baxaq. Bakı ilə Quba arasındakı məsafə nə qədərdir? 360 kilometr. Xəttimizi çəkdik. Bakı və Quba. 360 kilometr ümumi məsafədir. Əla. Saat 9'da sürəti 40 olan maşın yola düşür. Saat 11'ə qədər tək yol gedir. Bax, 9'dan 11'ə qədər. Bu sualdan Fesin kitabında da var. Açıb işləyə bilərsiniz orada. 9'dan 11'ə qədər neçə saat eləyir? 2 saat eləyir əzizim. 2 saat. 2 saat ərzində bu maşın özü tək 40 kilometr yolu gedirmi? 2 vur 40. Tək getdi də 80 kilometr.
360-dan 80-i gedilib nə qədəsi qalıb? Axı yerdə yol qalmalıdır. Ona görə 360-dan 80-i çıxıram. 280 kilometr yolu qalıb. Budur. Saat olub 11:00. Bu maşın buradadır. Sürəti 40. Arada 280 kilometr yol var. Və buradan da bir maşın yola düşür. Həmin o Qubadan yola düşən maşının sürəti 60-dır. İndi sən bilməlisən ki, qarşı-qarşıya hərəkət olanda sürətlər nə olur? Toplanılır və aradakı yola bölünür. Yəni 40 ilə 60-ı toplayacağım. Eləcə neçə? 100. Yəni V1 üstəgəl V2-ni tapdım. 100. Sonra da 280 gedilən yolu böləcəm 100-ə. Elədi 2.8. 2.8 saat. Aha. 2.8 saatı 60-a vuraraq sən bunu dəqiqəyə çevirə bilərsən. Görək neçə dəqiqə eləyir 2.8 saat nə deməkdir? Axı biz elektron saatda belə şey görmürük. Bu 168 dəqiqə deməkdir. Niyə 60-a vurdum? 1 saat 60 dəqiqədir. Buna görə 60-a vurdum. Bunu da saata çevirəndə 60-a böləndə 2 saat 120 dəqiqə 2 saat daxı çıxdım içərisindən 48 dəqiqə qaldı. 48 dəqiqə. Yəni avtomobil saat 11-dən 2 saat 48 dəqiqə sonra, yəni 13:48-də görüşəcək. C variantı 13:48 bizim doğru cavabımızdır. Qurtardı, getdi. Cavab oldu 13:48. 5-ci sualımız. 5-ci sualda eyni sualdır. Bax, 4-cü sualın eyni sualdır. İstəyirəm bu sualı sizə tapşırıq 1 olaraq verim. Qorxmayın sualın çətinliyindən. Bax, eyni şeyləri eləyəcəksiniz. Yəni sualda öyrənmə yolu budur da. Birinci mən neynədim? 40 olanın 9-dan 11-ə qədər 2 saata getdiyini tapdım. Siz də eləyəcəksiniz. Sürəti 44 olanın neynəyəcəksiniz? 7-dən 11-ə qədər 4 saata getdiyi yolu tapacaqsınız. Sonra 372-dən həmin yolu çıxacaqsınız. Sonra bu 44 ilə 54-ü toplayıb yerdə qalan yola böləcəksiniz və zamanı alacaqsınız. Aldığınız zamanı da 60 dəqiqəyə vurub, əgər dəqiqəyə çevirib, sonra saata qaytarıb 11:00-ın üstünə gələcəksiniz və beləcə siz sualın həlli yolunu tapmış olacaqsınız. Yenə tapa bilməsəniz videonun rəy bölməsinə qeyd edin. Doğru cavabı və ardıcıllığı həll üsulunda yazın ki, sizin, yəni bu videoya baxan digər yoldaşlarınız da bundan faydalanmış olsunlar. Bir daha əlaqə nömrəmizi xatırladaq. Bizim ödənişli və ödənişsiz dərslərimizə, ümumiyyətlə monitorinq dərslərimizə, nəyəsə sınaqlara, suallara qoşulmaq istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Videonun rəy bölməsinə növbəti videonun nədən olmağını istəyirsinizsə qeyd edin. Sağ olun, görüşərik.